Bugün də badımcandan çox ləzzətli əsil yay yeməyi hazırladım. Bunun üçün badımcanların qabığını zolaqvari soyuram və gördüyünüz şəkildə tam axıra kimi olmadan 4 hissəyə bölürəm. Mənim istifadə etdiyim badımcanlar tumsuz, acı badımcan olmadığı üçün mən duzlu suda saxlamadım. Tavaya bitki yağı əlavə edirik və badımcanların hər iki üzünü qızardırıq. Bir üzü qızarıb digər üzünə çevirdikdə biraz üzərinə duz əlavə edirik. Badımcanların hər iki üzünü qızardıb tavadan götürürük. Bura biraz kər yağı əlavə edirik. Üzərinə xırda-xırda doğranmış soğan əlavə edirik. Soğanlar biraz öldükdən sonra doğranmış balqar bibəri, zövqə görə yarım ədəd acı biber, 2 diş doğranmış sarımsaq və qabığı soyulmuş pomidor əlavə edirik. Biraz da duz əlavə edib pomidorları biraz bişirirəm. Pomidorlar bişməyə yaxın qızartdığım badımcanları da üzərinə düzürəm və qapağı üzərinə yerləşdirib vam atəşdə tam yağa düşənə qədər bişiririk. İnanın ki, yeməyin dadından doymaq olmur. Çox ləzzətli bir yemək alınır. Hazırlayan hər kəsə nuş olsun.